Aktyor və aparıcı Elcan Rəsulov səmimi etirafı ilə diqqət mərkəzinə düşüb. O, şəxsi həyatı ilə bağlı fikirlərini bölüşərək evlilik mövzusuna münasibətinin dəyişdiyini bildirib. Rəsulov qeyd edib ki, əvvəllər ailə qurmaq və evlad sahibi olmaq barədə düşünmədiyini desə də, zaman keçdikcə baxışları fərqli istiqamət alıb. 38 yaşında olduğunu deyən aparıcı son aylarda evliliyə daha ciddi yanaşmağa başladığını vurğulayıb. Onun sözlərinə görə bu istək bəzən özündən asılı olmadan yaranır və artıq bu mövzuda gecikdiyini hiss edir. 38 yaşım var, artıq fərqli düşünürəm. Mənə həmişə deyirdilər ki, bax gələcək özün evlənmək istəyəcəksən, ailə uşaq sahibi olmaq istəyəcəksən. Mən isə deyirdim ki, yox, onu niyə istəyəsən ki? Son 1-2 aydır özümlə bağlı olmayan səbəblərə görə evlənmək istəyirəm. Artıq peşman olmağa başlamışam ki, niyə biraz tez evlənmədim? Elcan Rəsulovun "Kaş ki, daha tez evlənərdim" fikri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və izləyicilər tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb. Sosial mediada paylaşdığı videolarla tanınan bloger Emin Hüseynov ailə qurur. Olay yazır ki, bugün Eminin toyudur. Məclis paytaxt restoranlarının birində keçirilir.